Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Hazırdayıq. Lider Marketin yaxınlığında, məktəbə də buradan. Harası piyada 5-10 dəqiqəlik məsafədir, 6 saylı məktəbə. Belə bir 3 dənə həyət evimiz çıxıb satışa. Gözəl təmir olunub, şəxsi təmir olunmuş mənzillər kimidir, evlər kimidir, üzr istəyirəm. Bu birinci evimizin qiyməti 125 mindir, o 2 dənəsinin qiyməti olacaq 105 bin manat. Burada fərq nədir? Keçək göstərək, bunun altında obyekt də var. Keçək birinci obyekti də təqdim edək, göstərək. Baxın, belə bir obyektimiz var. İsti poldur, isti döşəmədir, radiatorlar da qoyulub. Burada belə bir sanitar qovşağı üçün yer ayrılıb. Burada umumvanlik olacaq, hörmətli izləyicilər. Burada sanitarıdır. Görürsünüz. Keçək indi evimizlə tanış olaq. Paket kupsadır, hörmətli izləyicilər, cüt daşdır. Yəni standartlara uyğun tikilib də, belə deyək. Hər şey nəzərə alınıb. Baxın, bir dənə də belə çöl fasad görünüşünü göstəreyim sizə evlərimizin. Bu 2 dənə evlər 105 ləndir. Bura isə 125 min manata. Paket kupsadır, torpağın da, evin də çıxarışı var. Keçək elə birinci bu evdən başlayaq. Bura evimizin həyətidir. Görsəsinizdə darvazanın üstünə belə kazirok da qoyulub. Belə bir gözəl təmir olunmuşdur. Trapına kimi qoyulub. Yeraltı qarajı da var. Belə bir geniş qarajı var. Baxın, qarajdan gəldik. Belə evin arxasında belə bir boş trap da qoyulub, hamısı bax üçün yerdə qoyulub, rozetkası da qoyulub. Keçək evlə tanışıq. Burada bir dənə də incəlik var, yəni bunu heç kim eləmir. Bu gördüyünüz bu tamet var, bunun altına setka döşənib. Düzdür? Betonlanıb. Belə deyək də, bayaqlar dedim, standartlara uyğun tikilib hamısı. Bura, görürsünüz, burada da müvallik üçün yer qoyulub. Kombinin aparatının yeridir. Qaz xəttinə kimi çəkilibdir. Baxın, krampları da keçək evlə də tanış olaq. Görürsünüz, setka, armatur, hamısı da qanuni şəkildə döşənilib. Bura, belə bir plaşatkası da var. Oturub çay içməyə falan. Təmizlik işləri gedir indi. İlavəliyə keçək evimizə. Baxaq, işıqlarımız yanır. Yandıraq işıqlarımızı. Dediyim kimi, paket kupçadır, hörmətli izləyicilər. Torpağın da evində kupçası var. Pəncərləri görürsünüz, şəbəkə yığılıb və yekədir, genişdir. Bura qonaq otağıdır. Keçək bu hissəni də göstərək. Panoramanı da görürsünüz, yəni ki. Özünüzə şəxsi, tikili həyət evi axtarırsa, görürsünüz, mətbəxdən kollektor sistemi var. Plus mətbəxdən görürsünüz, o balkona çıxışı da var. Eyvana çıxışı da var. Bura sanitar qovşağıdır. Keramik qranit, bəli. Buralarda isti döşəmədir yəqin ki. Düzdür, qardaşım? Bura bir yataq otağıdır, uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Bu da digər, ikinci yataq otağıdır. Keçək qonaq otağını bir də göstərək. Yəni, özünə şəxsi tikili, həyət evi istəyənlər, cütdaşdır, monolit betondur, mərtəbə arası, paket kupçadır sənədi, yola da yaxındır, yol da asfaltdır. Bir dənə bu küçəni göstərim, bir dənə bu küçə, buradan ora kimi qruntovkadır da. Amma bütün yolu asfaltdır, özü qəşəng bir, hündür bir ərazidədir, quru bir ərazidədir. Hörmətli izləyicilər, əlaqə nömrəsi profildədir. Zəng edirsiniz, gəlirsiniz, baxırsınız, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.